Qarında şişkinlik və qaz problemini kiçik bir narahatlıq kimi görürsən? Bəlkə də bədənin sənə sos siqnalı göndərir. Hər gün qarşılaşdığın bu diskomfort əslində ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Diqqətli ol. Bəlkə də bu məlumatlar həyatını dəyişəcək. Sən də yemək yemirsən, gün ərzində bir dəfə, ən yaxşı halda isə 2 dəfə. Bəs niyə şişkin hiss edirsən? Yəni bədənin nə üçün qaz toplayır, qarnın nə üçün şişir? İlk öncə bu mövzu mənə də çox sadə gəldi. Amma axtarıb, araşdırıb oxuduqca fərqinə vardım ki, əslində mənə dayaz kimi görünən bu sular çox dərin imiş. Heç hiss etmisən ki, bəzən yemək yedikdən sonra sanki mədən hava ilə dolur, qarnın şişir, narahatlıq yaranır, sanki hər an partlayacaqmırsan kimi bir hiss olur. Bəzən isə gün ərzində davamlı bir şişkinlik hiss edirsən. Əksər insanlar bu problemi qidalarla əlaqələndirir və düşünür ki, yəqin ki, qaz yaradacaq bir şey yemişəm. Amma məsələ təkcə yediklərinlə məhdudlaşmır. Bəlkə də düşündüyündən daha çox amil bu problemin yaranmasına səbəb olur. Gəl birlikdə bu məsələnin dərinliyinə enək, qaz yığılmasının həqiqi səbəblərini araşdıraq və ən əsası necə qarşısını almaq olar ona baxaq. Ümumiyyətlə, insan bədənində qazların olması təbii bir haldır və bu qədim dövrlərdən bəri insanların diqqətini çəkib. Qədim sivilizasiyalar bu fenomeni izah etmək üçün ona mistik mənalar yükləmək üçün müxtəlif inanclara və nəzəriyyələrə malik olublar. Qədim Misirlilər və Yunanlar qazların bədəndə yaranmasını qida və bədən şirələrinin balansı ilə əlaqələndirirdilər. Hippokrat və digər antik tibb alimləri həzmi və qaz yaranmasını 4 maye nəzəriyyəsi ilə izah edirdilər. Yəni qan, bəlğəm, sarı öd və qara öd. Onlara görə müəyyən qidalar həzm sistemində qıcqırma və qazlanma yaradaraq bədənin tarazlığını poza bilərdi. Qədim Romada isə bağırsaq qazının xaric olması sosial normalar çərçivəsində qəbul edilirdi. Məsələn, filosof Seneca imperator Claudianın bir dəfə heç kim öz sağlamlığı bahasına özünü sıxmamalıdır deyə fərman verdiyini yazır. Bu isə o deməkdir ki, o dövrdə bunun sağlamlığa faydalı olduğuna dair inam var idi. Orta əsr Avropasında isə qazlar həzm problemləri və bədən daxilində yığılan pis hava kimi izah edilirdi. Hətta bəzi həkimlər bağırsaq qazının xaric olmasının bədənin təmizlənməsi üçün vacib olduğunu düşünürdülər. Oxford Universitetinin bəzi erkən tibbi traktatlarında həzmi yaxşılaşdırmaq üçün otlar və ədviyyatlar tövsiyə edilirdi. Bununla yanaşı, dünyanın o biri başında Şərqin tibbi və Çin təbabətində bədəndəki qazlar çi enerjisinin düzgün axını ilə əlaqələndirilirdi. Əgər insan həddindən artıq qazlı hiss edirdisə, bu daxili enerji balansının pozulması kimi qiymətləndirilirdi və müxtəlif akupunktur metodları ilə müalicə edilirdi. 10-cu və 11-ci əsrlərdə İslam dünyasında tibb elmini şahlandıran və şübhəsiz tibbin inkişafında mühüm rol oynayan İbn Sina və digər müsəlman təbiblər də insan bədənindəki qazların yaranmasını və onların sağlamlığa təsirini geniş şəkildə izah etmişlər. İbn Sina özünün məşhur Əl-Qanun fit-Tibb, yəni Tibbin Qanunu adlı əsərində həzm sistemi və onun törətdiyi qazlar haqqında yazmışdı. Onun fikirlərinə görə qazların yaranması əsasən bu amillərə bağlıdır. İbn Sina həzmin müxtəlif mərhələlərə ayırır və qazların əsasən mədədə və bağırsaqlarda qidaların çürüməsi və qıcqırma nəticəsində yarandığını bildirirdi. O, bəzi qidaların həzm olunarkən daha çox qaz yaratdığını qeyd edirdi. Məsələn, paxlalılar, soğan və kələm kimi qidalar. İbn Sina qazların orqanizmin 4 əsas mayesi olan qan, bəlğəm, sarı öd və qara öd ilə insanın fərdi temperament tipinin əlaqəli olduğunu bildirirdi. O hesab edirdi ki, bəlğəm tipi insanlar, yəni soyuq və rütubətli bədən quruluşuna malik olanlar daha çox qaz problemi yaşayırlar. O, qazların yığılmasının həzmi çətinləşdirdiyini və bəzi hallarda ağrılara, hətta sinə spazmlarına səbəb ola biləcəyini bildirirdi. Əgər qazlar bədəndən çıxmasa, o zaman mədə və bağırsaqlarda gərginlik yaradaraq şişkinlik və narahatlığa səbəb olardı. Müalicə üsulları isə təbii ki, bitkilərlə, əsasən nanə, zəncəfil, cirə, raziyana kimi bitkiləri müxtəlif üsullarla qəbul etməyi məsləhət görürdü. Onun tövsiyələri otun növünə və insanın vəziyyətinə görə dəyişirdi. Nanə, raziyana və cirə kimi otları dəmləyib çay kimi içməyi xüsusilə tövsiyə edirdi. O yazırdı ki, bu bitkilərin çayı həzmi yaxşılaşdırır, qazların çıxmasını asanlaşdırır və mədəni rahatlaşdırır. Cirə və raziyana toxumlarını birbaşa çeynəməyi də məsləhət görürdü. Bundan əlavə, bu toxumlar toz halına salınaraq yeməklərə əlavə edilə bilərdi.
Həzm sistemini gücləndirmək üçün yüngül qidalar tövsiyə edir və müəyyən qidaların bir-biri ilə qarışdırılmamasını məsləhət görürdü. O, yeməkdən sonra az da olsa hərəkət etməyi tövsiyə edir, çünki bu həzmi sürətləndirir və qazların bədəndən çıxmasına kömək edirdi. İbn Sina və digər müsəlman həkimlər insan bədənindəki qazların əsas səbəblərini, onun insan sağlamlığına təsirlərini və müalicə yollarını təbii üsullarla izah etmişlər. Bu nəzəriyyələr sonrakı dövrlərdə Avropa təbabətinə birbaşa təsir etmiş və həzm problemlərinin elmi əsaslarla araşdırılmasına yol açmışdır. Müasir tibbə görə bədəndə qazların yaranmasının əsas səbəbi bağırsaqlarda yaşayan bakteriyaların qidaları parçalayaraq fermentasiya etməsidir. Qədim inancların bir çoxu səhv olsa da, bəzi qədim xalq təbabəti üsulları hələ də effektiv hesab olunur. Bax, elə bu an videonu dayandır və düşün. Düşün ki, minlərlə il bundan əvvələ Misirə, Mesopotamiyaya, Yunanistana, qədim Romaya, Çinə və Orta əsr Avropasına xəyalən səyahət etdik. Amma sən hələ də kanala abunə olmamısan. Bilirəm, əslində abunə olmaq istəyirsən, amma videodan ayrıla bilmirsən. Mən də uyğunla tapıb xatırlatmaq istədim. Zəhmət olmasa kanala abunə ol və bildirişləri aktivləşdir. Bir də sonda video haqqında təəssüratlarını rəy bölməsində yaz və əgər videonu bəyəndinsə like düyməsinə basmağı unutma. Unutma ki, növbəti səyahətimizdən sən də xəbərdar olasan və əlbəttə ki, bizə qoşulasan. İndi isə dövrümüzdə yaşayan birinin mədə və bağırsaqlarındakı qaz və şişkinliklərlə necə mübarizə aparmalı olduğunu, bu hallardan qorunmaq üçün hansı tədbirlər görməli, hansı üsullardan istifadə etməli, nələrdən imtina, nələri isə qəbul etməli olduğunu öyrənək. Həzm sistemi qidaların parçalanması və orqanizmə lazım olan maddələrin mənimsənilməsi üçün işləyir. Bu proses zamanı bağırsaqlarda müxtəlif qazlar əmələ gələ bilər. Bu qazların əsas mənbələri bunlardır. Qida maddələrinin parçalanması. Karbohidratlar, xüsusilə liflər və şəkərlər, məsələn, laktoza və fruktoza bağırsaqlarda yaşayan bakteriyalar tərəfindən fermentləşdirildikdə hidrogen, karbon və metan kimi qazlar yaranır. Proteinlər və yağlar da müəyyən dərəcədə bağırsaq bakteriyaları tərəfindən parçalanaraq kükürt tərkibli qazlar əmələ gətirə bilər. Bağırsaq mikroflorası. İnsan bağırsağında milyonlarla bakteriya yaşayır. Onlar qida qalıqlarını fermentləşdirərək qazlar yaradır. Xüsusilə probiotik və prebiotiklərdən çox istifadə edildikdə qaz istehsalı artır. Ferment çatışmazlığı. Laktoza intoleransı və ya bəzi fermentlərin çatışmazlığı, məsələn, karbohidrat parçalayan ferment səbəbindən qidalar tam həzm olunmur və bağırsaqda qaz əmələ gətirir. Stress, gastrointestinal xəstəliklər. Misal üçün, qıcıqlanmış bağırsaq sindromu. Həzm sisteminin fəaliyyətinə təsir edərək qazın daha çox toplanmasına səbəb ola bilər. İndi isə qaz və şişkinliyi yaradan digər səbəbdən danışaq. Bağırsaqlarda yığılan qazın digər bir mənbəyi orqanizmə xaricdən daxil olan havadır. Buna səbəb olan amilləri sadalayaq. Hava udulması. Sürətli yemək yemək və ya içki içmək. Çeynəmə zamanı ağzın açıq olması, saqqız çeynəmək. Stress və ya narahatlıq zamanı tez-tez udqunmaq. Qazlı içkilər. Karbon qazı ilə zəngin içkilər, soda, qazlı su və pivə bağırsaqlarda qazın toplanmasına səbəb ola bilər. Tənəffüs sistemi ilə bağlı problemlər. Burnun tutulması və ya ağızla nəfəs almaq hava udulmasını artırır. Bağırsaq hərəkətləri və qazın ifrazı. Bağırsaqlarda qaz əsasən bakteriyaların fəaliyyəti nəticəsində yaranır. Həzm olunmayan bəzi qidalar bağırsağa düşəndə oradakı bakteriyalar onları parçalayır və bu zaman qaz əmələ gəlir. Bəzi insanlarda bu qaz gəyirmə və ya qaz ifrazı ilə asanlıqla xaric olur. Digərlərində isə yığılıb narahatlığa səbəb ola bilər. Digər tərəfdən, gündəlik vərdişlərimizə bağlı olaraq da mədəmizə hava dolur. Məsələn, yemək zamanı çox danışmaq, siqaret çəkmək və ya qəlyan istifadə etmək. Bütün bunlar qarında qaz yığılmasını artırır və şişkinliyə səbəb olur. İndi isə əsas məsələyə gələk. Qaz yığılması təkcə yediklərimizlə bağlıdır. Düzdür, bəzi qidalar həqiqətən qaz yaradır. Bunlar tərkibində bağırsaqlarda çətin həzm olunan karbohidratlar olduğu üçün lobya, noxud, mərci kimi paxlalılar, bağırsaqlarda qaz əmələ gətirən küfürlü maddələr ehtiva etdiyindən kələm, brokoli, gül kələmi, laktozaya qarşı həssaslığı olan insanlarda həzmsizlik və qaz yaradır deyə süd və süd məhsulları. İçindəki karbon qazı mədəni hava ilə doldurduğu üçün qazlı içkilər, bağırsaqda qıcqırmaya səbəb olan sorbitol, manitol, ksilotol kimi süni şəkərlər. Ancaq əgər bu qidaları az yeyirsən, hətta demək olar ki, rasionundan çıxarmısan, amma yenə də problem davam edirsə, bu zaman başqa amilləri də araşdırmaq lazımdır. Əgər daimi şişkinlik və qaz problemi yaşayırıqsa, bu faktorlarda nəzərə alınmalıdır. Bağırsaq mikroflorası problemləri. Bağırsaqlarımızda trilyonlarla faydalı və zərərli bakteriya var. Əgər mikroflora balansı pozulubsa, həzm sistemi düzgün işləməyə bilər və nəticədə qaz yığılması artar. Bu balansın pozulmasının əsas səbəbləri antibiotiklər və ya digər dərmanlar, zərərli qidalanma,
çox şəkərli və ya yağlı qidalar, stress və yuxusuzluq, qıcıqlanmış bağırsaq sindromudur. Qıcıqlanmış bağırsaq sindromu bağırsaqların həddindən artıq həssas olmasıdır. Qida qəbulundan sonra şişkinlik, qaz, isxal və ya qəbizlik kimi hallar yaşanır. Əgər sən də uzun müddətdir ki, bu tip narahatlıqlar hiss edirsənsə, bu sindrom ola bilər. Qida allergiyaları və dözümsüzlüklər. Bəzi insanlar laktoza, gluten və ya başqa maddələrə qarşı həssas olur. Əgər müəyyən bir qidanı yeyəndən sonra qaz və şişkinlik yaranırsa, bəlkə də həmin qidanı mədən həzm edə bilmir. Stress və psixoloji təsirlər. Stress təkcə beynimizə yox, həzm sistemimizə də təsir edir. Gərginlik bağırsaqların hərəkətini dəyişər, həzmi çətinləşdirə və qaz yığılmasını artıra bilər. Əgər çox stress altında olursansa, təbii ki, bu problemi daha da ağırlaşdıra bilər. Qaz və şişkinlikdən necə qurtulmaq olar? İlk öncə qida gündəliyi tut. Hansı qidaların sənə pis təsir etdiyini tapmaq üçün hər gün nə yediyini və necə hiss etdiyini yaz. Yavaş-yavaş və yaxşı çeynəyərək ye. Yeməyi sürətli yemək, çeynəmədən udmaq qaz yaranmasını artırır. Qazlı içkilərdən və süni şəkərlərdən uzaq dur. Əgər çox qazlı içki içirsənsə, şişkinlik qaçınılmazdır. Probiotiklərə üstünlükdür. Kefir, qatıq kimi faydalı bakteriyalar bağırsaqların balansını qoruyur. Nanə çayı iç. Nanə mədəni rahatlaşdırır və bağırsaq qazının ifrazını asanlaşdırır. Daim hərəkətli ol. Fiziki aktivlik bağırsaqların hərəkətini artırır və qazın yığılmasının qarşısını alır. Əgər bütün bu tədbirlərə baxmayaraq problemlər davam edirsə və hətta qarın ağrısı, kəskin narahatlıq kimi hallar varsa, mütləq həkimə müraciət et. Əslində qaz və şişkinlik bəzən çox sadə səbəblərdən qaynaqlansa da, bəzi hallarda daha ciddi problemlərin əlaməti ola bilər. Yediyin qidalara diqqət edir, vərdişlərini yoxla və bədəninə qulaq as. Əgər bu problem səni uzun müddətli narahat edirsə, onu ciddiyə almaq və həll yollarını araşdırmaq vacibdir. Unutma, sağlam həzm bərabərdir sağlam həyat. Özünə yaxşı bax.